Rauf bəy, bizim axırıncı müsahibədən sonra əslində mənə şəxsən çox suallar başladılar verməyə. Çünki bu bilirsiniz, bu nəqliyyat dəhlizi elə mövzudur ki, yəni bitməyən bir mövzudur da, yəni. Suallar da həmişə yaranır. Baxın, indi situasiya, dünyadakı situasiyaya baxsaq, indi şimalda qonşumuz bir müharibə aparır, cənubda qonşumuz bir müharibə aparır, biz də belə ortada qalmışıq. Və son vaxtlar olan görüşlər, yəni dəyişikliklər məndə bir təəssürat yaradır ki, Azərbaycan niyə birdən-birə bu qədər önəmli oldu? Düşünürəm ki, əslində elə sual həm də cavabdır. Ənənəvi yollar get-gedə artıq etibarlı deyil. Yəni ənənəvi logistik marşrutlar, hansı ki, əsasən dəniz marşrutları idi. Burada şimalda baş verən müharibə quru dəhlizləri arasında ən önəmli yükə sahib olan şimal marşrutu idi. Bu da sanksiya səbəbindən və müharibə səbəbindən önəmin itirdi. Cənubdan isə əsasən dəniz marşrutları idi və burada da ilk olaraq Husilərin hücumu, marşrutun uzanması, konteynerlərin qıtlığı və son müharibə isə biraz da bu məsələni biraz da gərginləşdirdi. Yəni dünya üçün əhəmiyyətli olan Hörmüz boğazı bağlandı. Həm neft məhsullarının, həm gübrə məhsullarının oradan çıxışında bir problemlər yaratdı və dünya artıq dəyişikliklər astanasındadır. Yeni alternativlər axtarmaq astanasındadır. Bu mənada da orta dəhlizin əhəmiyyəti artır. Orta dəhlizin də ən önəmli hissəsi məhz Azərbaycandır. Çünki belə gətirdi ki, bizim həm şimalımız, həm cənubumuz həm sanksiya altındadır, həm də müharibə aparan ölkələrdir və bu orta dəhlizə marağı artırıb, həmçinin də burada həcmlər düzdür. Yəni o deyil hələ ki. Çünki dünya dəniz daşımaları çox önəmli bir paya sahibdir. 90% dənizlə daşınır. Amma burada korrektələr baş verir və orta dəhlizə doğru maraq artır. Həm investisiya olaraq maraq artır, həmçinin də siyasi olaraq dividendlər qazandırır və şaxələndirmə yönündə deməli məsələləri gündəmə gətirir.